Kömək elə Mahirə. Səməd, Mahmud. Kömək elə. Nə olub buna? Bunların burada nə işi var? Mən bunlara görə bahala düşmüşəm. Narahat olma, sənə köməyə gəliblər, qorxma. Bu axmaqlar məni öldürmək istəyirdi. Ax! Ay! Elə... Ay, nə ağırlayırsan? Heç də olmaz ona görə adama. Biz səni səhv başa düşmüşdük. Nə bilək? İndi qorxma bizdən, kömək eləməyə gəlmişik. Ne göre seni bura kim getirip, nece getirip? Seni buranda elə bilmişdik ki... Bilmirəm. Mən vurandan sonra gözümü bağlayıb gətirib atdılar bura. Görmürsən nə haldadır? Yaparaq da evə. Yo. Bir-iki sualım var. Cavab versin, sonra baxarıq. 1. Sənin telefonun bizə göndərilən məkanda nə inirdi? 2. Sən özün burada nə inirsən? 3. Mahirəyə necə zəng elədin? Yoldan keçən bir nəfər gördü məni. Onun telefonu ilə zəng elədim. Polisə zəng eləmək istəyirdi, mən qoymadım. Yaxşı, o sənə nəsə dedi? Şübhələnmək vaxtıdır. Görmürsünüz nə vəziyyətdədir? Qan itirir burada. Öləcək bu adam. Durun, aparaq evə bunu. Kimsə sizə oyun oynayıb. Gəlin götürək bunu. Mən bilmirəm. Mən heç nə bilmirəm. Heç nədən xəbərim yoxdur. Səməd çox pis vəziyyətdədir. Kimsə də oyun oynayıb sizə. Aparaq polisə. Nə? Gedək polisə şikayət eləyək. Hə? Özümüz öz aramızda həll eləyəcəyik. Qaldırın. Maşına sonra da evə. Gör görək. Yavaş. Dur. Qalx görək. Artist deyil. Yavaş. Öldü ki. Ölməz bu, ölməz. Salam. Necəsiz? Özümə təzə köynək almışam. Axşam bizi qonaq çağırın. Mübarəkdir. Çox sağ olun, çox. Hamı? Hə, hamımız girməli. Mən də gedəcəm. Əlbəttə, sənsiz şey olar. Nəcə bizim hamımızı bir yerə qonaq çağırıblar? Elə işlə əlaqədar Fikrət müəllim gildəydim. Cimnaz xanım da Fikrət müəllim dedi ki, axşam ailənizi götürüb gələrsiniz. Hə, sağ olsunlar. Ana, mənim köynəyimi ütüləyərsən. Axşam gələcəm arxavızda, gedərik. Mən də gelməliyəm, bir-iki işim var. Onları həll edeyim, gəlirəm. Yaxşı? Yaxşı, hələlik. Hələlik. Sən də hazırlaş, yaxşı qızım? Hələ mən də gedim indidən hazırlaşım. Özümə paltar seçim. Görüm nə geyinirəm. Get. Get kızım, get. Növbət. Aha. Mən nəsə qəribə gəldi. Fikrət müəllim birdən-birə bizim hamımızı evinə niyə çağırsın? Ay Zeynəb, çağırıblarsa getməliyik də. Gedərik, görərik. Müəmman da yox olar. Düz deyirsən. Amma yenə də. Hər şeydən şübhələnmə.
oxuyursan qızım? Dərs. Bu arada çıxdı birdən-birə. Qərar vermişəm. Bugündən oxuyub universitetə hazırlaşacağam. Hey, ay bala, göy oxuyub neyniyəcəksən ki? Oxuyub təhsil alacağım nənə. Xəyallarımın arxasıca gedəcəm. Bəs işin necə olacaq? Həm işləyəcəm, həm oxuyacağım. Çətin olacaq sənin üçün. Çox çətin olacaq. Axı, bir elə 2 qarpız yerləşməz. Mən yerləşdirərəm nənə. Narahat olma. Neyini? Özün bilərsən ay bala. Vallahi bu kız öz başına oyun açacak. Alo. Rail, bağışda bu vaxt narahat eləyirəm. Mən zəng eləmişdim ki, bugünə görə səndən üzr istəyirəm. Biraz əsəbi idim, bağışda. Aha, oxuyuram. Çox sağ ol. Yaxşı, yenə olsa gətirərsən kitab. Bir daha çox sağ ol. Oxuyuram amma nə vaxta qədər özümü hazırlaşa biləcəm. Təcili kurs tapmalıyam. Müəllim yanına getməliyəm. Of Fidan, of. Yenə başıma iş açdı. Of, of. Yenə bura haradır? Ha? Bu nə oyundur? Heç kim yoxdur. Alo. Hardasan ha? Biz buradayıq, sen hardasan? Ne? Birden biz Ne oldu? söndürdü. Yaxşı, bəs nə dedi? Deyir ki, pulu göndərin sonra verəcəm. Səməd, yəqin ki, sən pulu göndərməyəcəksən. Göndermesey olmaz axı. Gönder. Gönder. Səməd, Gönder. yaxşı, biz göndərdik. Aha gönder. Ne olur olsun, cehennem olsun. Ben sana o pulu qaytaracağım. Ne olsa Yok. gönder. Ne oldu? Gitti. Dəqiq. Nəticəsi nə oldu? Gözlüğe göre ne olur? Sen Mesaj geldi. Arkandaki yaşıl oturacağın hiç görmemiş. Mahmut yoxla da.
Yoxla. Ver, mən tez baxım, ver. Verin baxım. Zibil, gözüm görür ki. Kömək elə Mahirə. Nə oldu? Ağsaqqal özün yoxla, sən bilirsən. Telefonlar. Hər şey cəhənnəm olsun. Yoxdur. Burada da yox. Deməli, Sara xilas olacaq. Getdik. Ha, get də. Gözü aydın sevinirəm də. Gəlin. Çınmaz her şey hazırdı. Konaklar gelir ha. Hazırdı, narahat olma. Gel, hoş gelmişsiniz. Geç. Hoş gelmişsiniz, Hoş gününüz olsun. Ayla. Fikrət baba. Hoş gelmişsin kızım. Əmi, Fikrət baba mənim dostumdur. Fikrət müəllim mənim müdirimdir. Yadıma gəlir bizim evə də gəlmişdi. Yəqin orada dostlaşmısınız, hə? Bana düz tapmadım. Parkta tanış olmuşuz. Ne aylan çok istedim. Fikrət müəllim, ailə demişdi Fikrət adında dostu var. Amma sizin olduğunuz haldan biləydik. Ayak üstə qalmayın, keçin əyləşin. Buyurun, keçin. Dəvətiniz çox sağ olun. Buyurun. Bu necə olur, öz nəvəsi ilə dost olur. Başa düşmədim. Hazırlaş göz. Bunun nə vaxta kimi burada qalacaq? Sağalana kimi. Nəysə, get hazırlaş, gözləyirəm səni. Səməd, başa düşmürsən? Bu vaxtı görüş olmur. Sabah səhər gələrsən, mən də Saranı gətirərəm, görüşərsiniz də. Mən bu gecə görüşəcəm. Get. İnsan kimi deyirəm sənə ki, bax sənin gəlib getməklərinə görə, istədiyin vaxtı görüşməklərinə görə məni işdən bayıra atacaqlar. Sənə görə risk edirəm, başa düşmürsən? Maho, yorma məni. Mən bu gecə Sara ilə görüşəcəm. Yaxşı, baxma mənə elə. Bu da burada yatıb. Biz də möhkəm səslə danışırıq. Çıx bayırda gözlə, gəlirəm. Çıx da, gəlirəm. Axır ki canımız qurtardı bu Səməddən. Dayı bizdən şübhələnməyəcək. Nə olsun ki qurtardı? Başa düşmürsən, O ifritə Sara çıxacaq. Öz əlimlə verdim, sübutları. Peşmansan? Hələ bir danışırsan da, Cəmil.
Əgər Səməd səndən şübhələnməsəydi, sübutları da vermək məcburiyyətində qalmayacaqdım. İndi günahkar mənəm. Bəs kimdir? Yox, mənəm. Bir dənə düymənin zibilinə düşdük. O qədər əsəbiyəm sənə. Səməd çöldə məni gözləməsəydi, başqa cür danışardım. Nəysə, gedim. Çimnaz xanım, niyə bu qədər əziyyət çəkmisiniz? Xoşdur, ona sözdür. Sizdən əziz qonağım olmayacaq ki. Çox sağ ol. Hələ başqa yeməklərimiz də var. Aybəniz, gətir o biri yeməyi də. Düzdür. Fikrət müəllim deyən aşpazları həqiqətən də fərqli yeməklər pişirir. Keçən dəfə gələndə də eyni şeyi gördüm. Laf yaxşı. Düz deyirsən Kamran. Hamı bəyənir. Əmi, Hacı. olar mən arada Fikrət baba gilə gəlim? Əlbəttə. Mən gələndə səni də gətirirəm. Söz. Səidə? Sən burada işləyirsən? Siz tanışsınız. Səidə kimdir? Gəl Uralı, gəl. Xoş gəlmişsən. Xoş günün olsun Əsmər ana. Fidana kitab gətirmişdim oxumaq üçün. Elə yaxşı oldu, gəl. Səninlə işim var. Buyur Əsmər ana. Mən bilmək istəyirəm. Sənin niyyətin nədir? Sən niyə Fidandan əl çəkmirsən? Elə mənim nəvəmin ətrafında fırlanırsan. Bax bala, mənim sənin yaşından da çox həyat təcrübəm var. Göy, mən bilmirəm ki, sənin niyyətin nədir? Salam Rahil. Sağ ol. Nə olub ay nənə? Heç nə bala, heç nə. Söhbət eləyirik, sən qarışma. Ondakı qulaqlarımı aç, yaxşı qulaq as mənə. Mən imkan vermərəm ki, Fidanın ağlını çaşdırasan. Belə şeylərə yol vermək olmaz. Nənə. Əgər fikrin ciddidirsə, onda evlən. Nənə, nə danışırsan sən? Sən qarışma da. Bu vaxt niyə gəlmisən? Nəsə baş verib? Yox, pis bir şey baş verməyib. Nə olub bəs? Sənə vacib bir sözüm var. Sabaha saxlamağa səbrim çatmadı. Dedə nə olub? Azadlığa çıxırsan. Bu 4 divarlar arasında keçirdiyin axırıncı günlərində. Necə yəni? Əlimdə əsl cinayətkarı üzə çıxardacaq, sübuta yetirəcək material var. Polisə verəcəm. Nə?
hazırlaş. Necə yəni? İndi mən azadlığa çıxıram. Bəlkə də ömründə Səməddən, Qara Səməddən eşitdiyin ən düz sözdür. Sən heç bir şərt qoymadan bunu elədin? Heç bir şərt qoymadım. Bəs bu illər ərzində niyə sübutları aparıb təhvil vermirdin polisə? İndi səni nə vadar elədi? Ömür, həyat vaxt getdikcə, düşündükcə, yaşadıkça görürsən ki, heç nə, heç bir şey məcbur olmur, alınmır. Sən ciddisən? Mən ciddi adamam. Bunu sən deyirsən, Səməd? Ailənə qovuşacaqsan, ailəyə qovuşacaqsan. Başqa nə istəyirsən? Heç nə. Bilmirəm nə deyim. Mənim üçün əsl möcüzə oldu. Görürsən, mən sənə demişdim axı. Möcüzələrə inan. Amma gərək ki mənim sübutları, mənim verdiyimi heç kim bilməsin. Ha, Sara. Ailənin yanına qayıdırsan, ailənin yanına. Qayıt səni gözləyənlərin yanına. Siz yəqin məni kimlənsə səs salırsınız. Kiməsə oxşadırsınız. Mənim adım Aybənizdir. Aybəniz. Hə. Mənim köhnə rəfiqələrimdən birini oxşadı. Çoxdan da onu görmürdüm. Aybəniz təzəliklə bizdə aşpaz işləyir. Çox qəribə qızdır. Heç xoşum gəlmir bu qızdan. Çox bacarıqlı qızdır. Cemnaz, qonaqların yanında ayıbdır. Qonaq nə olurlar? Onlar bizim evin əziz adamlarıdırlar. Hər şey danışa bilərik. Hər şey. Hər şey üçün təşəkkür edirik. Sağ olun. Siz də sağ olun Zeynəb xanım.
Kamranla o qədər yaxın olduq, o qədər doğma olduq ki, ailəsi də bizim ailəmiz sayılır. Çox sağ ol. Deməli, Aybəniz sizdə aşpaz işləyir. Çox bacarıqlı qızdır. Heç bacarıqlı zat da deyil. Gəldi dedi ki, işə ehtiyacım var. Ay belə bacarıqlıyam, hər şeyi bilirəm. Orada işləmişəm, burada işləmişəm, işə götürdük. Əlindən heç nə gəlmir. Nə var Nə baxırsan üzümə? Ay nənə, nə danışırsan? Ayıbdır. Düz deyirəm də. Adət var, ənənə var, qonum qonşu var. Və mənə deməzlər ki, yekə arvadsan, evində qız uşağı ola, bu oğlan kimdir ki, gəlib gedirsiniz, hə? Ay nənə, bəsdir məni biabır eləmə. Qonum qonşuya mən hara gedib gəlirəm, maraqlı deyil. Bəsdir bu cəmaat nə deyər düşüncəsi ilə yaşadım. Sən deyər görüm, Raulun əvəzinə danışma. Hə bala, nə fikirləşirsən? De görüm. Əsmər ana, bu barədə mütləq fikirləşəcəm. Sən nə deyirsən, Yandı, öyle dil ötürək, qoy görüm uşaq nə deyir də. Fidan, əslində Əsmər ana düz deyir, onu qınamaq olmaz. Ay sağ ol. Nə demək istəyirsən sən? Demək istəyirəm ki, elçilərimi göndərəcəm. Ay xala sənə qurban olsun. Olmasın nənə, Raul gedir, olmasın, Raul, dur get. Az tiyan uşağa sözümü deyim də. Çox sağ ol mənim balam. Mən də bu yaşımda alnı açıq, üzü ağ çıxaram qonum qonşu qabağına. Raul, nə baxırsan, dur get də. Yaxşı Əsmər ana, mən gedim. Çox sağ ol. Get ay bala, get. Sağ ol. Sağ salamat. Ay nənə, sən nə danışırsan? Sənə deməmişəm, mənim Raul'la aramda heç nə yoxdur. Bu nə bir abırçılıq deyirsən? Sən uşaqsan, elə şeyləri bilməzsən. Amma mən görürəm, onun səndən xoşu gəlir. Hə, mən koram, mən görmürəm. Bax nənə, sənə deyirəm. Bir də bu söhbəti açıb məni biabır eləsən, çıxıb gedəcəm. Bəsdir. Yenə xox gəldi mənə, anasını oxşamış. Səidə, sən nə oyun qarışdırırsan? Məhəmməd xala, bildiyin kimi deyil, sonra danışarıq. Sən bu evə necə gəlib çıxmısan? Türmədən nə vaxt çıxmısan? Türmədən çoxdan çıxmışam. İndi gəlib eşidərlər. Mən sənə nömrəmi verəcəm, sonra danışarıq, yaxşı? Zəhləşərik, görüşüb danışacağım hamısını. Amma Məhəmməd xala, bir kəlmə söz danışma, yaxşı? Mənim kim olduğumu bilməsinlər. Buradasın. Su içmək istəyirdim. Allah yaxşı. İstəyirsiniz gedək sizə evi gəzdirim, biraz da söhbət eləyərik. Olar. Yaxşı. Gəz. Bu nəsə yaxşı bir şey oxşamır. Allah haqqını xeyir eləsin. Narahat olun. Hər şey yaxşıdır. Danışacağıq sən. Nazim, deməli belə. İndi biz sana bir video göstərəcəyik. Əsəbləşmə, narahat olmağa dəyməz. Bax, sonra səndən söhbətimiz var.
Bu nədir? Siz məni tələ qurmusunuz. Maşallah çox gözəl eviniz var. Sağlığınıza qismət. Çox sağ olun. Fikrət hər şeyi bir-bir öz seçib. Çox zövqlüdür mənim qardaşım. Fikrət müəllim, necə bu vaxta qədər evlənməmisiniz? Ana. Elxan. Nə var oğlum? Fikrət müəllim həyat görmüş adamdır. Təklik də bir şey deyil. Biz də onu deyirdik də. Həmişə deyirik, eşitmir amma. Fikrətdir də. Nə bilim, qismət. Amma siz varsınız həyatımda. Dostum, bu ev həm də sənin evindir. Ürəyin istəyən vaxt gələrsən. Yaxşı? Çox sağ olun. Ümumiyyətlə evimizin qapısı həmişə sizə açıqdır. Ana, bəlkə biz artıq gedək, hə? Gedək oğlum. Ay əmi, nə olar? Biraz da qalaq da. Ailə, qızım, gedək. Əmin sonra sənə gətirər. Bizim qapılar sizin üzünüzə həmişə açıq. Çox sağ olun. Çox sağ olun. Gedək, məhəbbət. Hə, gedək. Dur qızım, dur. Dur mənim balam. Hər şey üçün çox sağ olun. Çox sağ olun. Siz də sağ olun. Xoş getdiniz. Sağ-salamat. Sağ olun. Sağ ol. Sağ ol. Görüşürüz. Bu nə deməkdir? Mahmud, bu nə şərəfsizlikdir? Biz belə danışmışdıq. Nazim, biraz yavaş. Ağzını da Allah yoluna qoyma. Sən nə danışırsan? Məndən xəbərsiz video çəkmişsən. Bu nə kişilikdən də? Nazim, bizim pis niyyətimiz olsaydı, o videonu yaymışdıq da, səni tutturmuşduq da. İndi nə demək istəyirsiniz? Məsələ ondadır ki, günahsız bir qadın neçə illərdir həbsxanadadır, türmədə yatır. Əslində, bizim üçümüz də günahkarıq, ha? Biz üçümüz də dəlilləri, sübutları gizlətmişik. Başa düşürsən? Nazim, sən eləsən də bizim də günahımız var. Ağsaqqal düz deyir, onun da, mənim də. Bax, bizə görə bir insan öz balasından ayrı düşüb, haqsız yerə türmədə yatır, dustaqdır, cəza çəkir. Yəni, Nazim, başa düş. Məcbur deyilsən, məcbur deyilsən. Sən eləməsən, mən eləyəcəm. İndi nə demək istəyirsiniz, nədir fikriniz? Bax, söz verirəm. Namusuma and içirəm ki, ailənə ömrümün axırına kimi baxacam. Demək istədiyimiz də odur ki, gəl bu dəlilləri, sübutları verək polisə, ədalət bərqərar olsun. O yazıq qadın da gəlsin öz balasının yanına. Nə deyirsən? Məcbur deyilsən. Mən ölürəm, Necə yəni ölürəm? Mənim ömrümə 3-4 ay vaxt qalıb. Necə yəni? Ağciyər xərçəngiyəm. Bu müddət ərzində də əzab çəkə-çəkə yaşamışam. Mənə görə hansısa bir adam günahsız olaraq həbsdə yatır.
Amma o vaxt başa düşməmişəm. Bu xəstəlikdən sonra başa düşdüm ki, belə əzab vəziyyət içərisində yaşamaqdansa, ömrümün qalan hissəsini gedim həbsdə yaşayım və əzab vəziyyətdən qurtarım. Sən özün də belə eləmək istəyirdin? Nazim, inan mənə, sənin vəziyyətimə çox üzülürəm. Narahat olma. Biz əlimizdən nə gəlirsə sənin üçün eləyəcəyik. Artıq gecdir. Amma mənə söz verin ki, mənim ailəmə sahib çıxacaqsınız, uşaqlarıma sahib çıxacaqsınız. Bax, bir də deyirəm, namusuma and olsun ki, sənin ailən bundan sonra mənim ailəmdir. Sənin özünə də içəridə baxacağım. Nə olsa, nə olsa. Tamam, danışdıq. Arxayın ol, Nazim. Cimnas, mən çıxıram, axşam gec gələcəm. Fikrət dayan da bir dəqiqə, işim var səndən. Nəsə olub sənə yenə? Fikrət, mən Elxana görə çox narahatam. Bütün gün o qızın böyründədir. Yəni demək sən yanındadır. Hə də, dizin dibindən ayrılmır. Qızın da elə bir ürəyindəndir bu. Sən qarışma. Necə qarışma? Sən Elxan vəziyyətini bilmirsən. Elə ona görə deyirəm də, qarışma. Özün bilsən ki, Elxanın əsəbləri yerində olmayanda yenə köhnə xəstəlik qayıdır. Bax, yenə sən arada qalacaqsan ha. Pis olan da sən olacaqsan ha. Fikrət, Allah eləməsin. Xəstəlik zad qayıtmasın. Amma belə də otura bilmərəm. O qızı uzaq tutmalıyam ondan. Bax, mənim də işlərimə qarışmısan vaxt ikən. Ona görə axırını da gördüyün nə oldu? Heç olmasa onun həyatına qarışma. Sən də məni başa düş. Nə sənə, nə Elxana bir şey olsun istəmərəm. Amma başa düş məni. Bax, əgər oğlunu sevirsənsə, onun fikirlərinə, hisslərinə hörmət elə. Yox, əgər istəmirsənsə onu, öz büyüdüyü elə. Sənə qurban olaram, kişi qızısan. Bax, dedin gələcəm, sözümüzün üstündə durdun, gəldin. Məhəbbət deyə bu. Ay, imkan verməz. İmkan ver, biz də görüşək. Məhəbbət xala. Can. Ağılsama, mən yer saxladım. Necə darıxmışdıq sən? Mən də darıxmışam. Keç otur qızım. Gəl, gətirmişəm. Necəsən Məhəbbət xala? Belə də gördüyünüz kimi. Deyin görüm siz necəsiniz? Mənim əlimi üşütdürsən, Məhəbbətəm mən. Məhəbbət xala. Maşallah olsun, gözün ayağımızın altına azadlığın havası düşüb ha sizə. Doğrudan? Hə, gözəlləşib. Onsuz da gözəl idi də. Can. Yaxşı da, şişitmeyin. Hə? Belə də. Azadlıqda hava necədir Məhəbbət xala? Buradakı kimi. Ay qız dayan görək, hava elə hər yerdə eyni havadır. Qoy qızımı soruşum. Nuray görürsən? Görürəm. Necədir? Çox gözəl qızdır, maşallah. Maşallah olsun. Yaxşı da gözəllikdə anasını oxşamayıb. Az mənə nə olub? Gül kimi, su sonası kimi qızam. Nə sonası görmək istəyirsən, kəmərə bax ki. Bir özünə bax gör. Ay, doğru mənə. Yaxşıdan bəsdir. Bu sözündən ötürə darıxmışdım. Mən də sizin üçün darıxmışdım.
Hərdən istəyirəm ki, bura təzədən qayıdım. Allah eləməsin. Allah heç kəsi bu qapılara qismət eləməsin. Benim alışmışdım, ömrümün yarısı burada keçib. Yarıdan çoxu. Keçmiş olsun. Hə. Ey məhəbbət xala. Deyirəm, kaş bizə də qonşu olaydı. Gedib mənim də balamı görəydi. Ünvanı ver, gedim görüm. Doğrudan? Doğrudan. Əziyyət olmaz sənə. Yox, nə əziyyət? Yazmışam, peyğla, yazmadım. Aferin. Məhəbbət xala. Sənə qurban olum. Sənə əziyyət, mənə xəcalət. Nə olar, bir dənə mənim qızımla danışdı. Sənə qurban olaram. Amma elə ki, qaynanan bilməsin. Yoxsa imkan verməyəcək görüşməyə. Arxayın ol. Görüşərəm, danışaram, başa salaram. Necə lazımdır. Allah sənə razı olsun, məhəbbət xala. Sənə qurban olurum, məhəbbət xala. Sən müdrik qadınsan. Hamıyla da dil tapa bilirsən. Nə olar, qızıma başa sal da. Onu baş sal ki, mən günahkar deyirəm də. Dinən ki, anın şərə düşüb, heç bir günahı yoxdur. Başa salaram. Bir dəqiqə də olsa gəlsin, görsün də mən. Bu Allah haqqı burnumu ucu görmüş. Yaxşı da ağlatma məni. Hər şey yaxşı olacaq. Görüşəcəm, başa salacaq. Söz verirəm. İnşallah, inşallah. Sara hardadır? Bəs bilmirsən, bugün onun məhkəməsi var da. Hə. Məhkəmə? Hə, məhkəmə. Nə məhkəməsi? Bilmirik ki, elə gəldilər, dedilər ki, məhkəməndə götürdülər, apardılar. Heç yazı qızın özünün də xəbəri yox idi. İnşallah ki, xeyir xəbərlə gəlsin. İnşallah yaxşı xəbərlərlə gələr Sara. İnşallah. İnşallah. Mən gələndə Maxu ilə danışdım, icazə verdi ki, telefon nömrəmi yazım verim sizə. Yaxşı. Bir şey olsa zəng eləyərsiniz, əlaqə saxlayarım. Düz itirməyə bir-birimizi məhəbbət xala. Əlbəttə. İndi yazır. Sağ ol sən məhəbbət xala. Nömrəyə bax. Sonra bitirmə, mən də yazacağam. Məhəbbət xala, özündən müğayət ol. Yaxşı. Özünə yaxşı bax, özünü bizim üçün qoru. Çünki sən bizə çox lazımsan. Görüşəcəyik. İnşallah. Darıxmayın, görüşəcəyik. İnşallah. Yenə bir yerdə olacaq. İnşallah. Sən bizi atmazsan ki? Mən, məhəbbət, mən öz komandamı atarım. Var olun, inşallah görüşəcəyik. Sağ olun, da ağlatmayın da məni. Görüşdük. Bax, çətin ayrıldıq nə asan. Məhəbbət xala, mən balamı yaddan çıxartma, yaxşı. Çox sağ ol. Çox sağ ol. Ağlama, yaxşı. Azadlıqdakı günəşə bizdən salam de. Can, deyərəm. Bu yaxınlarda özün də deyəcəksin. Yaxşı da ağlama. Yaxşı da gözün qorasını sıxma. Darıxmayın, hər şey yaxşı olacaq. Səni çox istəyirəm, məhəbbət xala. Can, mən də sizi. Görüşəcəyik. İnşallah. Sağ ol. Sağ ol, məhəbbət. Gəl day. Özündən bax. Gəl. Nə danışırsan sən? Nə sübut? Göstər görüm. İllər əvvəl mən bir cinayət törətmişəm. Amma qorxumdan indiyə qədər etiraf eləməmişəm. Bu video harada çəkilib? Necə çəkilib? Hadisə olan yerdə öz telefonumla çəkmişəm. Əslində mən Arazı qorxutmaq istəyirdim, amma elə oldu ki, atəş açdım. Və niyə indiyə kimi təslim olmamısınız? Bilirsiniz, ailəm var, uşaqlarım var. Mən təslim olsaydım, onlar küçədə qalardı. Amma indi başa düşdüm ki, səhv eləmişəm. Gəldim sübutla ki, təslim olum. Bilirsiniz də, cinayəti bilib gizlətmək özü bir cinayətdir. Siz gözləyin, mən gəldim.